Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bakıxanov layihəsini artıq sonlandırdıq. Deməli, Bakıxanov layihəsində bizdə bu birinci mərtəbədir. Birinci mərtəbənin su döşəmənin kollektoru, su təchizatı kollektoru və resirkulyasiyanın kollektorunda biz ayırmışıq. Burada istifadə olunub Pexalpex borudan. Deməli, qaynaq vasitəsi ilə iş görməmişik. Hamısı pres vasitəsi ilə həyata keçirilib. Deməli, bunların hamısı markirovka olunacaq. İnşallah harda nə var, hamısı üzərinə yapışdırılacaq. Hidrozərbə amortisatoru kollektorda yığılıb, həmişə kimi miproların köməkliyi ilə. Bu bizdə birinci mərtəbə. Birinci mərtəbədə kollektor, isti döşəmənin kollektoru sırf birinci mərtəbəyə xidmət edir. Su təchizatı kollektoru isə həm bir, həm ikinci mərtəbəyə xidmət edir. Bayaq göstərdiyim kimi o da resirkulyasiyanın kollektorda, onu da ayırmışıq. İnşallah burada belə təhvilə getdi. Növbəti layihəmiz Bilgəhin qazanxanasının tamamlanması və inşallah Grand Palace'ın tamamlanması və olacaq Blue City Nargilədəki mənzilimizin startı. İzləmədə qalın, hələlik.